Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 19-cu mövzusu olan un məmulatları, həmçinin un məmulatlarının hazırlanması üçün alət və tərtibatlar haqqında məlumatlar verəcəm. Ən əvvəl baxaq görək müəllimlər, un dedikdə nə başa düşürük? Un dedikdə müəllimlər müxtəlif dənli bitkilərin üyüdülməsi yolu ilə əldə edilən qida maddəsi, qida məhsulu nəzərdə tutulur və bu bilirik ki, unu biz bir çox dənli bitkilərdən, yəni buğdadan, darıdan, nə bilim qarabaşaqdan, çovdardan, arpadan və qarğıdalıdan və bu kimi belə deyək, dənli bitkilərin üyütmək yolu ilə əldə olunur və un istehsalı üçün isə ən yararlı olan əsas taxıl növü isə bizdə buğdadır. Buğdadan alınmış un çörək məmulatlarının hazırlanması üçün əvəz edilməz qida məhsuludur. Bilirik ki, yəni bütün satışda olan çörəklər, hətta kimsə məsəl üçün indi bəzi yerlərdə var ki, evdə hazırlayır çörəyi. Yəni bilirik ki, bu buğda unundan hazırlanır. Ən geniş yayılmış un buğda unundan olan undur ki, daha geniş yayılıb. Amma hansı ki, digər məsəl üçün dənli bitkilərin necə deyim, unu var ki, ondan müxtəlif şirniyyatların falan hazırlanmasında onlardan da istifadə olunur. Məsəl üçün çovdardır, nə bilim qarğıdalıdır, bu kimi un növlərinə daxildir, darıdır və s. İndi baxaq görək ümumiyyətcə un məmulatı nəyə deyilir və ondan nələr hazırlaya bilirik. Un məmulatı, bax bu nahiyəni yadımızda saxlayırıq. Un məmulatı xəmirin bişirilməsi nəticəsində alınan yeyinti məhsuludur. Yadımızda saxlayırıq. Un məmulatı xəmirin bişirilməsi yolu ilə əldə olunan yeyinti məhsuludur. Bəs bayaq necə demişdik? Bayaq isə dedik ki, un müxtəlif dənli bitkilərin üyüdülməsi ilə əldə olunan qida məhsuludur. Yəni unun iki dənə belə burada bir tərifi var. Bir var müxtəlif dənli bitkilərin üyüdülməsi yolu ilə alınır amma biz orada unu deyirik. Yəni burada unu nəzərdə tutur. Amma un məmulatı dedik, işte artıq undan hazırlanan belə deyək də yeyinti məmulatlarını nəzərdə tutur. Çörək ola bilər, nə bilim hər hansı bir şirniyyat ola bilər. Bax bu məmulatı deyir. Un məmulatı isə xəmirin bişirilməsi nəticəsində alınan yeyinti məhsuludur. Xəmir ununun və yaxud da mayenin digər üsullarla, yəni yumurtada qatıla bilər tərkibinə, şəkərdir, yağdır, duzdur və s. qarışığından əldə olunan bir məhluldur. Və un məmulatlarının tarixi dənli bitkilərin becərilməsindən başlayır və biz belə deyək, 6-cı sinif dərsliyimizdə öyrənmişdik ki, hətta yəni bu dənli bitkilərin tərkibi yüksək karbohidratlarla zəngindir və onu öyrənmişdik ki, bu